Muxtar bəy, Sayın Büyük Elçim, dəyərli Türk Dili Kurumu Başkanı Profesor Doktor Osman Mərd, hörmətli akademik Nizami Müəllim Cəfərov, hörmətli qonaqlar, hamınızı sayğı və sevgi ilə fondumuzun adından salamlayıram. Samir bəy dediyi kimi, bugün biz iki fondun, bizim Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə yayımlanmış bu iki kitabın təqdimatına toplaşmışıq. Hər iki kitab həm türkcə, həm almancadır. Ömər Seyfəddinin hekayələri və Aşıq Veysəl, Torpağın dili Aşıq Veysəl, Aşıq Veysəlin həyatı, yaradıcılığı, fəlsəfi dünyası barədə məqalələr toplusu. Mən ilk öncə Ömər Seyfəddindən başlamaq istərdim. Türk dili və ədəbiyyatı, Türk Mədəniyyəti və İrsi Fondunun əsas fəaliyyət istiqamətlərindən biri Türk ədəbi irsinin də təbliğidir və biz ədəbi irsin təbliğini yalnız bu Türk dünyasını, Türk dövlətləri ilə məhdudlaşdırmağı düzgün hesab etmirik. Çünki bu irs Türk dünyasına, Türk coğrafiyasına kənarlarda da təbliğ olunmalıdır və oradakı bizim həm soydaşlara, həm də dünya miqyasında digər xalqlara çatdırılmalıdır. Və bu düşüncə ilə Türk Mədəniyyəti və İrsi Fondu Türk ədəbiyyatının klassiki, Türk yeni realist ədəbiyyatının görkəmli nümayəndələrindən Ömər Seyfəddini ilk olaraq seçdi. Mən ümumiyyətlə deyirəm ki, bizim fondun Almanya açılımı, yəni Almanca, türkcə ilə bərabər Almanca nəşrlərə diqqət yetirməsi bu istiqamətdə ilk addım hörmətli Orxan bəyin dəstəyi ilə Azərbaycan Qadın Şairləri Poeziyasının Antologiyası kitabı olmuşdu. Bu kitab Almanca yayılmışdı. Ömər Seyfəddin bu istiqamətdə ikinci addım olmuşdu. Biz adətən diasporada yaşayan türklərə deyirik, inteqrasiya